Bizim ne güzel bayramlarımız var ve bayramlar bize yaraşır. Bizim xalqımıza, elimize, obamıza yaraşır. Bugün ilaxır çərşənbələrdən torpaq çərşənbəsini qeyd edirik. Elə Abbasa da bizim milli papağımız çox yaraşır. Təşəkkür edirəm Aynur. Ümumiyyətlə bu milli ənənələrimiz, adətlərimiz bir başqa gözəldir və nə xoş ki bugün bunu biz ölkə olaraq yaşadırıq, gələcək nəsillərə ötürük. Bir çox dəyərlərimiz var, bir çox həqiqətlərimiz var ki biz bunu hər zaman yaşatmalıyıq ölkə hüdudlarından kənarda da. Ölkə hüdudları demişkən, Azərbaycanlı jurnalist Roma marafonunu uğurla başa vurub dostlar və biz istəyirik ki, bu barədə ətraflı danışaq. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyevə birbaşa İtaliyaya, Romaya bağlanırıq hazırda. Əgər bizi eşidirsə, görürsə, Ayaz bəy salam, sabahınız xeyir olsun. Salam, hər vaxt. Çərşənbəniz mübarək Ayaz bəy, xoş gördük. Sizinlə bahəm, mənə də qismət oldu ki, bu axır çərşənbəni mən ölkə hüdudlarından kənarda qeyd edirəm. Necə bir hissdir mövzuya keçməmişdən qabaq onu soruşum? Çünki öyrəşmişik Azərbaycanda olaq bu bayramlarda. Əlbəttə ki, çox xoş hissdir. Çünki mən bura nəticə üçün gəlmişdim və o nəticəni də əldə eləmişəm. Bəli, biraz yorğunluq var, amma bu xoş bir yorğunluqdur. Və biz bilirik ki, siz Azərbaycandan bu marafona qoşulan ilk media nümayəndəsisiniz. Bu barədə biraz danışaq. Yəni, ümumiyyətlə, xarici ölkədə beynəlxalq marafonu qaçan ilk media nümayəndəsi oldum. Əla. Bu məsuliyyət idi. Mən 3 aya yaxın hazırlıq dövrü keçdim və mən həyatımda ilk dəfədir ki, 42 kilometr 5 saat dayanmadan fasiləsiz qaçaraq, yəni ki, məsafəni qət eləmişəm. Sevdiyim şəhər idi, Roma şəhəri və həmişə oradan gəzərkən çox belə açıq havada bir muzey təəssüratı bağışlayır və ilk dəfə də bir yaxın dostumdan eşidəndə ki, Romada marafon olacaq, mən dedim ki, mən ora marafonu qaçacağam. Baxmayaraq ki, ona qədər heç bir təcrübəm yox idi. Ümumiyyətlə, marafonla bağlı heç bir düşüncəm də yox idi. Sadəcə beynimdə qərar qəbul elədim və məndə də belə bir duyğu var ki, qərar qəbul edirəmsə və mütləq onun arxasınca gedirəm. 3 ay yaxın dostum, həmkarım, Bakı Marafon Klubunun təsisçisi Firdovsi Kərimovun da dəstəyi ilə məşqlər elədim. Səhər, axşam çox kiçik məsafələri də qaçırdım ki, yəni bir dözümlülüyü artırmaq, həm də fiziki gücü də tənzimləmək üçün. Asan deyil, amma yəni beynimdə belə düşündüm ki, mən qərar vermişəm, mən bu qaçsam, uzaqbaşı bir həftə ayaqlarım ağrıyacaq. Yəni belə də çox sadə dillə desəm. Amma mən əgər qaçmasam... Ürəyim ağrıyacaq, qaçmasam mən. Həyatım sonuna qədər vicdan əzabı çəkəcəm. 42,2 kilometrdir. 50 mindən çox iştirakçı var idi. Bu çox gözəl bir marafonlardan, top 5'li olan marafonlardan biridir dünyada və dünyanın bütün ölkələrindən bura gəlmişdir. Müxtəlif atletlər və ya professionallar və ya professional olmayanlar. Mən də elə professional qaçan deyildim. Bəs bundan öncə bir hazırlıq görmüşdünüz Ayaz bəy? 3 ay yaxındır məşq eləyirdim, səhər, axşam, amma kiçik məsafələri. 5 kilometr, 10 kilometr, 15 kilometr. Yəni heç vaxtı mən 42 kilometr qaçmamışam. Yəni mən sadəcə beynimdə inanırdım ki, qərar qəbul eləmişdim və sadəcə inanırdım. Və bunu bacardınız? Ona görə deyirlər, inam uğurun yarısıdır. Bax, inam uğurun doğrudan da inanmaq birinci şərtdir. Burada 2 dənə məqam var. Bu il bilirsiniz ki, Azərbaycan milli mətbuatının 150 illiyidir. O cümlədən də Azərbaycan Vətən müharibəsində şanlı qələbənin 5 illiyi idi. Mən özüm fikirləşmişdim ki, həm media nümayəndəsi olaraq, həm bir vətəndaş olaraq hansı bir nailiyyətimi bu əlamətdar tarixlərə həsr eləyə bilərəm. Elə Roma marafonu çıxanda öz-özümə dedim ki, mütləq bu marafonu qaçacağım ki, mənim də kiçik də olsa bu bizim üçün vacib olan bir əlamətdar tarixlərə bir həsr edeyim, bir necə deyərlər, nailiyyətim olsun. Əhsən sizə, həqiqətən əhsən sizə. Biz sizi təbrik edirik, qürür duyuruq ki, mediamızın belə nümayəndəsi var. Alqışlayaq. Bax, onu da gördüksə artıq nəticə göz qabağındadır. Siz həm artıq güclü marafonçusunuz. Medalıdır, çox gözəl bir naxışları da var. Deməli, qladiatorların emblemidir üzərində. Hətta bu deməli, qaçışı da belə bir ad qoymuşlar ki, qladiatorlar irəli,
və mənim üçün də çox əlamətdar oldu, çox xoş oldu ki, həm də bayrağımızı da finişdə qaldırdıq və orada canlı yayım idi və biz uca səslə Azərbaycan qışqırdıq və orada da elan edilər ki, Azərbaycandan iştirakçılar da finişi keçdilər, onları da təbrik edirik. Təşəkkür edirik, uğurlar arzulayırıq. Biz də sizi Qladiator təbrik Ayaz edirik. Mirzəyev. Çox sağ olun. Təşəkkür edirik sizə və uğurlarınızın davamını arzulayırıq. Minnətdarıq. Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bizdən bağlantıya qoşulmuşdu İtaliyanın Roma şəhərindən. Təbrik edirik, uğurlar arzulayırıq. Azərbaycanın güclü jurnalisti də var, güclü marafonçusu da var, güclü pəhləvanı da var.